Deməli, dana bastırması üçün gələn ətdir bu bizə. Dana bastırmasını bundan hazırlayır. Dananın bir hissəsidir. İç hissəsində can əti olur. Hansı ki, can ətindən saza gedir, narqa vurmaya gedir, işlədilər indi hal-hazırda çox yerdə. Can ətlərini ayırırıq. Bu şəkildə. Çalışmaq lazımdır, sümüyün üstündə qalmasın. Can əti. Bir danadan nə qədər çıxır təxminən? Can əti harasa 1 kilo 200. İkisi bir yerdə. İkisi bir yerdə 2 kilo yarım təxmin. Olur o dananın iriliyindən asılıdır. Artıqlarını da götürəcəyik və göstərəcəyik. Bu şəkildə ortada sümüyü olur burada. Bax görürsünüz. Bizə lazım olan bel hissəsi budur. Təmizləyəcəyik. Bu hissələrindən də istəsəz dana haşlaması pişirmək olar. Yüzündə bərk olan hissələri soyub çıxardırıq. Dana bastırmamız yumuşaq olsun. Sonra çox qalın olmayan hissələri ayırırıq. Baxın belə. Liflər istiqamətində. Bir də əsas fikir verin, ətin lifləri hansı istiqamətdədirsə, bıçağı o istiqamətdə çəkmək lazımdır. Çox adam bunun tərsinə çəkir, onda uşaqlar, tikələr yığışır. Bir də əti alanda çox vaxt çalışın fikir verin, qara ət olmasın. Ət nə qədər rəngi açıq rəngdə olacaqsa, bir o qədər dana bastırması yumuşaq çıxma ehtimalı yüksəkdir.